15 ноября 25 год, 21 век, соответственно. В общем, bugünləri Bakıda Ataplen iksiyonu başladı. Nöşün bugünləri, ona göre ki, bugün ayın 15'idir. 15'te oldu neydi ki? Her ilin 15'inde, noyabr 15'inde Ataplen iksiyonu başlayır da, yani kış sezonu başlayır. 57 getdi yuxarı, bu da indi gələcək aşağı. 51 yoldadır, indi bir daha gələcək. Heç ürəyinizi sıxmayın da, möhkəmal olun. İndi gələcək. Başında Bakıda həyat davam edir. Əhli cəmaət şəhərlərin öz içində. Kim şəhərlərini kim şəhərləmir də. Hərə öz ayağına görə yolunu uzadır da. Maşınlar gündən günə Bakı yollarında çoxalır. Bakıda Rusya diyeceğim bu kadar. Как говорится, автомобиль не роскошь, а средство передвижения в наше время. Maşın almaq indiki zamanda elə bir problemdir, qətiyyən. Sanki 10 minlik, 15, 20, 25, 30 minlik maşın alırsansa, gedəsən onu kredit götürürsən, kredit. Kredit də sən, nə bilim, verə bilərsən, haradasa 5 ilə, 10 ilə, 15 ilə sənə kredit yazırlar da. Aylıq sən məsələn haradasa 50 dollar, dollar deyirəm, manat, 50-100 manat verirsən, 5-10 il ərzində bunu ödəyirsən də. Dəxli yoxdursa, bu 5-10 il ərzində sənə başına nə gələ bilər, nə gələ bilməz. Bu dəxli yoxdursa, onu verməlisən. Verməsən, sən maşını əlindən alacaqlar. Və 20 getdi ara, yuxarı. Vnidarojnikdə onunla getdi, Privanki, keçdi onu. Belədirsə nə də, o şəkildə, əhəmətli bugünkü həyatı. 57 getdi aşağı. В общем, жизнь kipit də Bakıda. В общem, nə demək istəyirəm? В общem, maşınların sayı gündən günə çoxdur da, çoxdur. Bunu azalmaq lazımdır. Bəlkə biz yavaşlasınlar bu maşını almağını. Velosipede geçsinlər, samakada geçsinlər.